tekrarlayan parazit, göbələk və bağırsaq disbakteriyozuna səbəb ola biləcək. Anada genetik faktorlar FMR1 geni, MECP2 geni, bunlar çoxdur, ancaq mən misal üçün yazmışdım. Anada autoimmun xəstəliklər, az öncə söyləmişdim, bazal ganglion autoimmun xəstəlikləri varmı? Şəkərli diabet, Hashimoto çölyak xəstəliyi və epigenetik faktorlarda söyləmişdik. Və postpartum dönəmdə, yəni doğumdan sonra bəzi valideynlər var ki, uşağını əmzirmək istəmir, yəni süt vermək istəmir. Yəni psixolojik faktorda yenə uşağın inkişafında ləngiməsinə səbəb ola biləcək. Burada da bir çalışmadır. Hansı ki, bu çalışmadan götürmüşdüm. Ananın hamiləlik vaxtı, mikrobiyatası, qidalanması onunla bağlı bir çalışmadır. Burada uşağın özündə nələri araşdırmalıyıq? Genetik faktor, əgər uşaq doğuşdan etibarən, yəni bütün inkişaf mərhələlərində gecikmələrə məruz qalırsa, məsələn, 2 aylığında göz təması qurmalıdır, amma göz təması qurmur. Toxunduğunda gülməlidir, sevinməlidir, ancaq heç bir həyəcan hissi yoxdur. Ananın, atanın, yəni yaxınlarının birinci dərəcəli valideynlərinin fərqində olmalıdır, fərqindəlik yoxdur. Və burada oturmada, durmada, gəzməsindəki zamanlaması zamanda olmalıdır. Bunlarda da gecikmə varsa, bu zaman genetik faktorlar araşdırılmalıdır. Mikrobiyatasının dediği, qidalanmasını söylədik. Əgər artıq bilir ki, genetikləşdirilmiş məhsullar var, sürekli ilk 2 ildə əlavə qidalanma zamanı gluten və kazeinə məruz qalması bu uşaqda bağırsaq-beyin əlaqəsinin, Wickey-Bray'nin əmələ gəlməsinə səbəb ola biləcək. İmmun sistem, təkrarlayan sevgili qişa xəstəlikləri də bizə bir ipucu verir. Endokrin sistem, kortizol yüksəkliyi. Uşaqda əgər endokrin patologiya varsa, sürekli stres hormonları yüksəkdirsə, bu uşaqda da yenə davranış probleminə və agresivliyinə səbəb ola biləcək. Allergiya, təkrarlayan allergiyalarda yenə inkişaf ləngiməsi, mitokondrial disfunksiya, bəhs edəcək hocamız, xroniki iltihab, sərbəst oksigen radikallarının həddən artıq çox olması mitokondrial defisitə səbəb ola biləcək. Ekran məruziyyəti, peyvənd və eşitmə qüsuru bunlar araşdırılmalıdır. Genetik faktorları qısa keçmək istəyirəm. Bir çox genetik faktorlar var, amma əsas baxacağımız genetik testlər FMR1, SHANK, DEN, MECP2, ADAMS, SYNGAP1 və bu genlərdir. Mən pasiyentimizin, yəni bir çox xəstələrimiz var, amma onlardan birini misal üçün qoymaq istədim ekrana. Buradakı uşaq bizə 10 yaşındaki autizm diaqnozu qoyulan bir uşaq idi. Aşırı davranış problemləri, diqqət dağınıqlığı, yəni göz təması yoxdur, valideyn göz təmasızlığı yoxdur 10 yaşındaki uşaq və aşırı hiperaktiv, bir yerdə oturmur və bu uşağa autizm diaqnozu qoyulur. Ancaq sual verdiyimdə ana tərəfində də inkişaf ləngiməsi olan uşaqlar var idi və baxdığımızda genetik mutasiya patogenik olaraq çıxmışdı və bu genetik olaraq dəyərləndirilmişdi. Ancaq biz bilirik ki, genetik çıxdığında deyir ki, artıq genetikdir, buna yapacaq bir şey yoxdur düşünürük. Ancaq mən niyə genetik analiz istəyirəm? Onun izahını vermək üçün birəyləri var və eyni zamanda nitqdə geridir, 2 yaşındaki uşaq cümlə qurmalıdır, amma nə ki cümlə sözlə istifadə etmir, söz yoxdur. Məsələn, valideynə söylədiyimdə ki, bu uşağın inkişaf ləngiməsi allergiyasına bağlıdır, inanmamışdı, gülmüşdü. Uşağın allergiyasını müalicə etdiyimiz zaman inkişafda sürətlə gəlməyə başladı, nitqə açıldı. Uşağın davranışında və inkişafındakı regresiyanın, yəni geriləməsinin səbəbi 2 yaş sindromu peyvənddir. Bunun açıqlamasını verəcəm. Əlavə qidalanma zamanı çox diqqət etməliyik. Bu, sadəcə mənim bu fikrə gəldiyim, bu qənaətə gəldiyim fikirdir ki, mən ilk 2 ildə, yəni əlavə qidalanma zamanında, ana sütündən əlavə qidalanma keçir zamanında karbohidratlı qidaların, yəni gluten məhsullarının və süt məhsullarının tamamən bədənə tanış etməməsi tərəfdarıyam. Bilmirəm, sizlərin fikriniz necə olacaq, amma mən öz uşağımda bu praktikanı həyata keçirdim. Gluten məhsulları olmayan taxıl məhsulları istifadə etdim və süt məhsul tərkibində kazein olmayan
bitki süt məhsulları istifadə etdim və uşağın inkişafında 1 yaşına gəlmiş uşaq artıq 2 sözdən ibarət ana gəl cümləsi qurmağa başladı. Bu mənim üçün təəccübləndirəcək bir durum idi. Çünki adətən uşaqlarda yaş yarımından sonra cümlə qurmağını gözləyirik. Amma nitqinin çox sürətli artması, daha sonra davranışlarının və komandaların həmən o anda etməsi gərəkmirdi. Çünki 1 yaşında uşağın o qədər inkişaf etməyib beyni, ancaq həmin anda icra etməsi mən qidalanmaya bağladım. Bu uşağın ilk, hətta bununla bağlı mən nəyə görə bu testi etdim? Çünki aldığım epigenetik bir bilim var. Gündə ananın mikrobiyomu, uşağın mikrobiyomu, qidalanması və onun sosyoekonomik şəraiti, inkişaf yetişdirilmə şəraiti çox önəmlidir. Bu da yeni bir başqa araşdırmalardır. Autizm diagnozu qoyulmuş uşağın funksional MRT çəkdirilir və funksional MRT-də Darwin Universitetində yapılır. Bu, amigdalasında olduğundan böyük görünür. Amigdala mərkəzinin həddindən artıq böyük olması yenə davranış problemlərini gətirib çıxarda bilinmir. Korpus kallozunun arxa payı incəlmə və bazal ganglion həddindən artıq böyümürsə, bu uşaqda yenə özünü autizm spektrum kimi apara bilir. Autizm uşaqlarda frontal korteksdə neyron olduğundan %60 qədəri daha çox fəaliyyət göstərir. Çünki frontal lob anadan gəlmə daha çox böyük olduğuna görədir və ona görə də bu uşaqlar xəyal etmə qabiliyyəti daha güclü olur və sanki onlar bu dünyada yaşamır, başqa bir dünyada yaşayırlar. O da yenə frontal lobun həddindən artıq inkişafına əlaqəlidir. Və MRT spektroskopiyası bizə qaba və glutamat səviyyəsini göstərir. Qaba və glutamat səviyyəsi, qaba daha yüksək olur, glutamat daha aşağı. Kristen Kings Üniversitesində, yəni İngiltərədə aparılmış bir çalışmadır. Burada da yenə autizm spektrum bozuntusu uşaqlarda beynin ağ maddəsinin bir-biri ilə əlaqəsi, funksional bağlantılarından bəhs edir. Bu da başqa bir çalışmadır. Bir çalışmanı istəyənləri yenə verə bilərəm. Bu hal-hazırda autizm spektrumdan çıxmış, yəni gerçək autizm diagnozu qoymuş əslində bu naqlı uşağa çıxmış. Hal-hazırda da professordur və tibb elmləri doktorudur və bir çox ölkələrdə, fərqli ölkələrdə məruzələrini bildirir. Bir kitabı var, kiçik yaşda autizm diagnozu qoyulan professor. Bu uşaq ilk 3 ildə valideyni çağırılaraq mərkəzə, xüsusi quruma yerləşdirilən bir uşaq idi. 4 yaşına gəldiyində çox önəmli bir, yəni gördüyü rəsmi tamamen eynisini sxematik olaraq hərəkət şəklində görə alimlər təkrar bir komissiya keçirdirlər və orada düşünürlər ki, yəni bu cür rəsm çəkən, arxitekturanı dəqiqliklə icra edən, amma hələ də nitqi olmayan bir uşaq autizm deyil, başqa bir şeydir və bu uşağı araşdırırlar. Araşdırmada funksional MRT-də az öncə bəhs etdiyim kimi amigdalanın böyük olması, bazal ganglionun küçük olması, ondan sonra frontal korteksə aşırı budalanma, məhz bu uşağın anadan gəlmə xüsusi fərqli bir beyin yapısı olduğu üçün bu uşaqda bizdən fərqli neyroçeşidli bir uşaq olduğuna görə öz çalışmalarını, araşdırmalarını və təlimlərini məhz bu uşağa görə keçirdirlər. Və nəticə olaraq bu uşağa normal bizə verilən, bizim uşaqlara verilən təhsildən tamamən fərqli bir metodika istifadə olunur və bu uşağın nitqi açılır, özünü ifadə etməsi və özünü ifadə etdikdən sonra da digər uşaqlardan tamamən üstün zəka bir uşağa dönüşür. Və bu onun kitabı da yekunlaşdıracaq. The Autistic Brain kitabı okuyup araştıra bilərsiniz. Tədqiqatları, az önce söylediğim tədqiqatları paylaşmışam, zamanını kısaldı diye sürətlənməliyəm və bugün də üzərində, yəni pasiyentimizin autizm spektrum əlamətlərini geridə qoymuş
pasiyentimizin üzerine məruzəmizə bəhs edəcəm. Bu uşağımız anadan gəlmə olaraq inkişafı yeriydi. Yəni, həftəsinə uyğun olan bir kiloya sahib deyildi. 2700 qram çəkisi vardı və ana hamiləliyində rəhim polipi vardı və polip şikayəti ilə müalicə alınırdı. 9 ay boyunca anaya kimyasal bir antibiyotiklər və protokola lazım olan dərmanlar verilir. Və bu uşağın da ana qarnında inkişafı ləng gedib. Doğulduqdan sonra da ilk 40 gün ancaq ana sütü ala bilir, tamamən əlavə qida ilə böyüyür. Və ata sağlığında ateroskleroz var atada və ata və ana yaşı irəli yaşdır, yəni 40-ın üstündə yaşı idi. Və bu uşaqda ilk bir ildə əlavə qidaya geçiş zamanında allergiyalar vardı və qida həssasiyyəti var idi. Nə yesə bədən dəri reaksiya verirdi. Anamnezində ilk 2 yaş zamanında pediatrik tərəfindən hər hangi bir inkişaf ləngiməsi gözlənilməyib. Sorgulamaya gəldiyində bütün reflekslərlə gecikmələr var. Həmlik gecikməsi, davranış gecikməsi, duyğu gecikməsi. Və biz buna nə etdik? Uşaq mənə gələndə 5 yaşlı çaylı idi. Və bu uşaqda göz təması yox idi, çünki aşırı hiperaktiv idi. Həddindən artıq bir yerdə dayanmırdı uşaq. Valideyn, hər iki valideyn hərəsi bir qolundan tutaraq uşağı mənə göstərirdilər o vəziyyətdə. Bir uşaq idi. Yaptığım araşdırmalarda ciddi immun defisiti var idi, allergik reaksiyalar yüksək idi və metabolik olaraq geri idi. Və bu uşağı integrativ yanaşma ilə ilk 3 ayda bioregulyasyon terapiya etdim. Yəni, bağırsağın həm resept şəkildə müalicəsi, həm də qidalanma ilə müalicəsini yürütdüm. İkinci mərhələdə metabolizma, yəni əksik vitamin, mineralların bədənə verilməsi, daha sonra bağırsaq beyin əlaqəsinin qurulması. Üçüncü mərhələdə isə neuroplastisidir, yəni beyində yeni sinir hüceyrələrinin əmələ gəlməsi üçün çalışmalar edilir. Yəni gördüyünüz kimi bu əslində bizim müalicənin 1-ci ayındadır. Qısa bir göz təması var. Suallara düzgün cavab verilir. Bu müayinəmizin 2-ci ayıdır. Artıq sağ ol, gəl, get, bədən dili ilə özünü ifadə etmələr yaranıb. Monitorunuzda səs problemi var. Amma mən istəyirəm ki... Yox, onunla əlaqəli deyil. Mən istəyirəm özünü canlı eşitməyimiz üçün səhnəyə dəvət edək. Hal-hazırda konferansımız boyunca səhnədə olan Yusif. Çox sağ olsun, sakinliyini qorudu. Belki bırak çıksın. Mikrofona dön. Salamlar. Hekim. Biraz salam hekim. Adını soyadını ne? Kim oldu? Kim oldu? Elfan oldu. Sen mektebe gelirsen hemen birinci sınıfa gelirsin. Allah'ın sesi. Balamız artık sualınız varsa sizin sualınız bence çok değerlidir. Buyurun. Sual olan hamısı salamlıyla bütün konferans iştirakçıları ve müzikte olanlar, hekimler, hamısı hoş gelmişsiniz sizde ayrı günden gelenler, Türkiye'ye gelenler. Götürün siz hamısını kulak astırın, ben bir privatolog endokrinolog olarak ve uşaqlarımda biraz meşgul olduğuma göre geldim bu kanalda. Ben yok hakkında eşitmedim.
yol hakkında ve bu autizmde yolun bir rolü var mı? Evet, derman adı çekmek. Eğer ana rəhmində olanda, Hashimoto olanda, hipotiroid, bəzi onun rolü var mı uşağın? Bəli, Hashimoto anada autoimmün xəstəlikləri özellikle vurgulamıştım doktorum. Çok önemli bir mevzudur. Anada eksik qidalanma zamanı, bəli, eksik qidalanmalar da protokolunda yazmıştım. Yani fol turşusu, B12 çatışması ve yok defisiti anada varsa özellikle uşaqda bakılmalıdır. Ancak herkese de təyin etmirəm. Yani kimdə lazımdırsa ona şey. Bu bizden alakalı olduğuna göre ve Ferit'in orada sınavlar rol var mı orada Ferit'in aşağı olmaları ki autizmin əmələ gəlmə səbəblərindən? O zeka geriliğine sebep olabilir anadan gelme, kalıcı zeka geriliği. Ama anada ciddi Hashimoto varsa ama eğer anada ciddi Hashimoto, ciddi yol defisiti yoktursa, o geçicidirse, yani uşakta defisit şekilde varsa, bu artık düzelebilen zeka geriliğidir ve onu biz haricden gıda arabası olarak verdiğimizde toparlanmalıdır. Çok sağ olun məlumata görə. Mən bir şey soruşmaq istəyirəm. Siz dediniz ki, sürəkli toxunma istəyi olur. Və bu sevgi əlaməti deyil. İndi diferensiyasiya üçün soruşuram ki, siz sürəkli deyəndə nəyi nəzərdə tutursunuz? Hansı intervalla toxunmanı nəzərdə tutursunuz? Yani aşırı bağlanma, bir el arasında bağlanma diyelim. Yani uşaq gelir gelir sürekli ananı öpür veya da atanı. Ama adeten bir valideyni baz alır, ya atanı ya ananı. Sürekli valideynen yani kucağından düşmür. Bir sözde ya kucağından düşmür. Yani bu sevgi değil aslında. Bu duygusal hassasiyet. O yüzden de duyu mütehassislerine göndermek lazım. Bir sualım var. Siz birçok faktoruna bu autizm spektrinin əmələ gəlməsində birçok faktora toxundunuz. Bunda qidalanmaya da toxundunuz. Südün ananın süd verməmək istəməməsi deməyək də bəlkə hansısa bir əngəlləri ola bilər, səbəbləri ola bilər. Amma belə deyək də, sizin saydığınız bu cür faktorların biz analarda bir çoxunu görürük. Hamısını da görməsək, məsəl üçün hər ailədə, hər anada hər hansı bir problemdən və yaxud da nədənsə qidalanma olsun, gluten, belə deyək, hansı ana öz övladını bu qədərə, 1 yaşına qədər 0 glutenlə, 0 kazeinlə heç bir ana qidalandırmır və yaxud da özü heç bir 0 glutenlə heç bu dəqiqə, belə deyək də, çöylaq xəstələri hələ bilmir ki, özləri nə cür xəstədirlər. Mən soruşmaq istəyirəm ki, məsələn, var da belə, amma hamı autizm spektri olmur ki və yaxud da autizm olmur ki, bütün uşaqlar. Siz əsas səbəbi nədə görürsünüz? Mən sizin fikrinizi bir mütəxəssis kimi bilmək istəyirəm ki, əsas səbəbi nədə görürsünüz? Gəlin, razılaşaq ki, bu hamısı əsas səbəblər. Əsas səbəb nədən ibarətdir? Əsas səbəb... Məsələn, Hashimoto dediniz. Əgər bəli, düz deyirsiniz, oligofreniya ola bilər və s. qalıcı zəka geriliyi ola bilər, bunlar hansı. Amma belə deyək də, Hashimoto'nu biləndə, vaxtında biləndə və ana daima bunu nəzarətdə saxlayanda 9 ay, mən inandırım sizi ki, onların zəkası, həmin uşaqların zəkası Hashimoto'nu bilmədən yürüdülən hamiləliklərdən çox-çox qat-qat və yaxud da Hashimoto'suz anaların hamiləliyindən doğulan uşaqlardan qat-qat yüksək olur. Mən bunu öz praktikamda keçirtmişəm. Amma siz nədə görürsünüz əsas səbəbi? Mənim üçün çox maraqlıdır. Ben çok maraqlı sualdır. Bu qədər araşdırmalar var və araşdırmaları, yəni rast gəlmədiyiniz araşdırmalarda boyunca tanış oldunuz. Ancaq onu söyleyeyim ki sizə, 6 il sırf autizm spektrumda pasiyent qəbul etmişəm. 6 illik praktikama əsasən heç bir autizm spektrum birinin eynisi olmuyor. Salonda 3 dənə autizm spektrumdan durumdan çıxmış xəstənin valideyni var və o uşağın biri allergik problemliydi uşaq, diğeri ciddi qəbizliyi var idi, diğeri immun defisitliydi. Yəni və yaxud da belə bir sualın digər tərəfindən cavablaya bilərəm. Günümüz şərtlərində çox təəssüflənərək qeyd edirəm ki, əmzirmə zamanı ananın uşağı ilə göz təması deyil də telefonla təmas etməsi. Və daha sonra uşaq artıq həyatı anlamağa başlayandan ananın əlindən telefonu alır.
Və bu şəkildə ekran məruziyyəti çox önəmlidir. Çünki neyronların sürətli inkişaf dönəmi, ilk 2 il neyronların sürətli inkişaf dönəmidir. Bu inkişaf mərhələsində mavi şüa ki, bu valideyn deyə bilər, mənim adımın uşağı da telefondan böyüyüb, falan kəsin uşağı da. Amma beynimizin qoruyucu gücü, bazal ganglion, az önce sual vermiştim, beynimizin serebral süzgəci hamıda eyni deyil. Bütün uşaqlarda eyni deyil. O mavi şuanı mənim beynim süzgəcdən keçirib əltsə, diğer uşağa keçirtməyə bilər. Əsas sualımın məqsədi bundan ibarətdir. Tutaq ki, onda belə fikirləşirsiniz ki, əsas anadan gəlmə beyin süzgəcinin və yaxud da bazal ganglionda hər hansı bir problemdir. Bəli, anadan gəlmə uşağın qoruyucu faktorlarıdır. Deməli, belə çıxır ki, anadan gəlmədir. O sonradan allergik problem və yaxud da mavi O çıxardır, tetikləyici faktorlar. Yəni, mən belə deyək, praktik həkim kimi, tutaq ki, sizin ananın uşaqla göz temasını qurmamasını daha çox dəstəkləyirəm, çünki praktikamda da olur. Nəinki, tutaq ki, onun başqa səbəblər, qidalanma ilə bağlı və yaxud da bağırsaqda dizbiozunun, dizbakteriyozunun olması və yaxud da allergik fonun olması. Çünki yenə də deyirəm, düzdür, təmas olmayanda, bəli, mən həmişə deyirəm ki, ola bilər uşaqda fon var, amma bu autizmin fonun spektri sırf autizmə çevirən, bəli, çoxsu bizim analarımızdır. Hə, bax buna. Amma mən belə başa düşdüm ki, dəqiq bir şey yoxdur ki, tutaq ki, anadan gəlmədir. Anadan gəlmə, bu autistik uşaqlarda araşdırmalar yapılır. Ölkəmizdə yoxdur, ümidvarım ki, inşallah gələcəkdə olacaq. Funksional MRT, amigdala bölgesinin böyük olması, frontal korteksin həddən artıq böyük inkişaf etməsi, o %60% neyronların inkişafı, serebral süzgeç çok önemli dedim. Bir de cerebellum, yani beyin sapı çok önemlidir. Eğer bunlar anadan gəlmə, ananın toksik məruziyəti, ananın hamilə vaxtı geçirdiği virüs infeksiyalar veyahut da genetikasına baxırıq, genetik aktarmalar bunları tetikleyici faktör kimi üzə çıxardır. Çok sağ olun. Növbəti sual. Suallar mı? Çok size maraqlıdır. Siz orada genetik faktörlərdən düzdür, genimizdə çox geniş öyrənilməkdə. Hətta şiş xəstəliklərinin, neyrodegenerativ xəstəliklərin, autoimmün xəstəliklərin inkişafında genetik faktörlər, modifikasiyalar öyrənilir. Yəni bunların oldu. Sizdə belə bir məlumat var mı? Sizin baxıram geniş məlumatınız var ədəbiyyatda. Autik spektrli uşaqların xəstəliyin formalaşmasında epigenetik faktorlar, rolu var mı, öyrənilir mi? Yəni istiqamətdə nəsə məlumatınız var mı? Bəli, məsələn, digər mütəxəssislərimizə də yer ayırmışıq bu mövzuda. Məsələn, ana fərqində deyil, işliyi uşağı dayəsinə bırakıb. Dayə də məcbur başqa işləri olduğuna görə uşağı, körpə uşağı, 3 yaşındakı uşağı ekran qarşısında otuzdurur. Və uşağı yemək yemir, ana ilə yemək istəyir. Məsələn, onun da bir xəyal dünyası var. Ananı axtarır, ona görə ağlıyor. Amma elə bilirlər ki, uşaq yemək istəmir. Məcbur ona telefon göstərərək yemək yedizdirməyə çalışırlar. Məhz bu bəslənmə, qidalanma pozğunluğuna səbəb olacaq. Mikrobiyata bölümümüzdə o bəhs ediləcək. Diqqət başqa bir yerdə, amma ağız açılır, qidalanma başqa bir tərəfdə. Ona görə də bu uşağın beyin inteqrasiyasına gecikmə olacaq. Məhz inteqrasiya gecikmələri də autistik spektr əlamətlərinə səbəb olacaq. Qayğı eksikliyi. Məsələn, valideynin üzünə birbaşa deyə bilirəm, bu uşaq qayğıdan eksik uşaqdır. Və yaxud da bu uşaq siz diqqətdən kənarda bırakmışsınız. Yəni, əslində bilirsiniz bu olmaz, amma fərqində olmadan bunu itirsiniz. Yəni, yanlış bildiyiniz doğrulara sizə kömək edə bilməyə. Teşekkür ederim. Son sual. Buyurun. Çok doğru anlamda çıkışınız olduğu için her birinizin dikkatini geldiğiniz bence bazı məqamlar oldu. Baxın, biz de təcrübəmizə rast gəlir. Ümumiyyətlə, son zamanlar deyək, dərbolar və diaqnozda çox hiperdiaqnostikalar var və çox hiperdiaqnostikalar var. Ona görə də daha dəqiq yanaşmamız daha yaxşı olardı. Bir çıxışda qeyd etdik ki, elə uşaqlar var, gec danışır və bunlar daha sonra autizm inkişaf edir. Bu fikrimizə qayıdar. Onun üçün bəzi elə uşaqlar olur ki, sadəcə motor əməliyatı və bu da tez ardan qalxan bir şeydir və burada işte autizm falan gözlənilmir.
Bununla münasibətiniz nədir? İkinci bir oturdu, biz elə uşaqlar var, məziyyədə oturdum və sonra 1 yaşında danışdı. Burada onun genetik xüsusiyyətləri ola bilər. Yəni onun anadan gəlmə artüsünün bir şey olması ola bilər. Tək bununla bağlı deyil. Belə ailələr olur, gəlir ki, əmsinin oğlu artıq şeir deyir. Ancaq bu hələ məsələn bir müştəq işlədir. Yəni şeir deyən heç də ziyarətə oturmayır. Sadəcə orada hissiyətdən gələn, ailədən gələn artüsü var. Yəni bununla bəlkə praktikada biraz daha dəqiq yanaşaq ki, autizm spektrumun diaqnostikasında daha konkret diaqnostik meyarlardan istifadə etsək daha yaxşıdır. Çünki bu polisioloji xanımla dedi və təbii ki, ədəbiyyat da yazır ki, 90% halda genetikaya əsaslanır. Biz də bilirik ki, umum birliklərimiz çox ilişkilər olsun və aradan qaldırılır. Yəni, bax, bu iki məsələ sizin çıxışınızda mən də gəldim cəlb edəlim. Genç danışır və autizm olacaq o uşaqlar, biraz bu proqnoz. Yok, her geç danışılmış autizm olmayacak. Yanlış bir informasiya olmasın. Sadece bazı geç danışan uşaqlar var ki, nəsiləndirməsi sonradan özünə davranış problemlərini də gətirir. Genetikasında var artıq, problem var ki, bunlarda olur nitqiləndirməsi. Hər nitqiləndirməsi heç də sırf gətirib altına çıxarmayacaq. Ona göre multidisipliner dedik. Bir de onu da bildirmek istedim ki autizm spektrum ya diagnozu benim səlahiyyətim değil burada. Buradan da onu bildirmek istedim. Uşaq o diagnozdan gelir. Ben sadece pediatrik araştırmalar bildirəm. Yani bu uşağın metabolik amil güçlü defisitinden bağırsak mikrobiyatası gıdalanması problemi var mı? Onları düzeltiriz. Pediatrik olarak problemi varsa ben onu götürürüm. Yoktursa deyirəm ilgili sahədə həkimine devam edəcək. Teşekkür ederim. Sevgiler varsa, biz pediatr olarak bunları sağlamalıyıq. Ancaq sırf onların varzına gətirib çıxarması hələ də tədqiqat nəticələrində. Reqlamımıza görə xahiş edən suallarınızı yazın, ya saxlayın yanınızda, sonra ödəyəcəyik. Lale Doktor, teşekkür ediyorum çıxışınız üçün. İndi isə Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti Profesor Doktor Tərani Tanrısalyanın səhnəyə Teşekkür ederim. Burada bir məqamı qeyd etmək istəyərdim ki, məndən öncə çıxış edən doktorumuz, biz keçən ildən bu autizm mövzusuna toxunmuşuq, ona görə ki, çox problemli bir mövzudur, getdikcə də artır və onların, həmin doktorun bir sıra xəstələri var ki, onları bərpa edə bilibdir və onu o xəstələri nümayiş etdiribdir. Yəni ki, biz keçən ildə bir neçə belə tədbir keçmişik və mən təşəkkürümü bildirmək istəyirəm. Ona görə ki, praktikadan gələn həkimlər bizə maraqlandırır. Praktikadan gələn biliklər bizim elmimizi inkişaf etdirir. Teşekkür.